Mükəmməldir. Çox iyrənc bir görüntüsü var. Videoda elə çox qırmızı görünmür. Necə bir möcüzədir. Bu necə gözəl bir fırçadır. Çox pigmentli. Çox. Nə makiyaj həyatım? Özümün təbii üzümdür. 100% sevəcəksiniz də. Yəni bu mənim tonaldan sonraki dərim. Səbirsizliklə yoxlamaq istədiyim o tonalini hal-hazırda əlimdədir. Hər kəsə salam. Mən gəldim. Necəsiniz, deyirsiniz, nə var, nə yox. Ümid edirəm mənim üçün darıxmısınız, çünki nə 5-ci gün, nə də 2-ci gün video atmamışam, bilirəm, fərqindəyəm. Sadəcə niyə atmadığımı da deyim və yeni bir konseptlə gəlmişəm. Onu çəkəcəm, bir yerdə baxacağıq. Əvvəlcə onu deyim ki, 2 gündür, yəni bir həftədir daha doğrusu, işlə bağlı səbəblərdən ötəri videoları editləyə bilmədim, yığa bilmədim. Amma bu o demək deyil ki, mən sizi unutmuşam. Bugün isə biz Amerikadan sifarişlərimə, yəni Sephora'dan aldıqlarıma baxacağıq. Əlavə olaraq biraz ortalamanın üzərində qiymətləri olan kosmetik məhsullarımıza baxacağıq. Hansı ki mənim favoritlərim sayılan kosmetikalardır. Bəzilərinin içində artıq bitmiş dərəcəsindədir. O dərəcə sevdiyim. Onlarla birlikdə və Sephora'dan alış-verişimlə birlikdə bugün makiyaj edəcəyik. O zaman əvvəlcə aldıqlarıma baxaq, sonra isə makiyajımıza keçək. Getdik. Birinci növbədə belə bir qutumuz var. Gördüyünüz kimi böyük bir qutudur. İçində çox məhsul yoxdur əslində, amma bu qədər məhsulumuz var. Birlikdə baxacağıq. Əvvəlcə onu deyin görüm, mənim yeni saç rəngim necədir, bəyəndiniz? Yeni saçlarımı. Bu sizlə YouTube'da paylaşacaqdım şəkil formasında. Sonra dedim ki, videoya qədər qalsın, videoda canlı baxarıq. Ukladkasızdı, düzdür. Hörmüşdüm gecə day. Ukladka eləməmişəm. Bəyəndinizmi? Yazın kommentlərə, baxın. Bu da Beauty'nin Easy Bake pudrası var idi. Toz pudrası bütün dünyada məşhur olmuşdu. Hətta mən video çəkmişdim haqqındakı. Hamı alıb, mən almamışam. Onun yerinə Fenty'nin yeni çıxan pudrasını yoxladım və s. Onun sıxışdırılmış pudrası çıxıb. Yeni bir pudradır. Yüksək ehtimalla bəzi YouTuberlarda və influencerlarda görmüsünüz. Eyni pudranın, yəni Easy Bake'in sıxışdırılmış versiyasıdır. Əvvəlcə sizə göstərim. Belə bir pudradır. Transparan bir pudradır. Güzgüsünü də gəlin birlikdə sökək. Hop. Gördüyünüz kimi belə bir pudradır. Bu pudra mənə çox maraqlı gəldi. Birinci səbəbi odur ki, bəziləri deyir ki, bu heç verdiyiniz pula dəymir. Yəni əvvəlki Easy Bake toz pudrası daha yaxşı idi. Bəziləri isə deyir ki, bu pudra Easy Bake'in toz versiyasından və digər bütün pudralardan daha yaxşıdır. Bunu birlikdə makiyajımızda yoxlayacağıq. Bu arada bunları Amerikadan gətirmişəm. Expargo Cargo şirkətindən, reklam yoxdur. Expargo ilə Amerikadan bura rahat bir aya gəldi. Necə sifariş elədiyimi və s. Şiqlan videom gələcək bu yaxınlarda. Sifarişlərim yarı-yarı sifariş etmişəm deyə hamısının birlikdə gəlməyini gözləyirəm. Yarısı gəlib, yarısı yox. Hamısı gəlsin. O videonu da çəkəcəm. Nə suallarınız varsa şey ilə bağlı, Amerikadan sifarişlə bağlı bu videonun altına komment şəklində yazın. O videomda hamısını bir-bir cavablandıracağam. İkinci, Fenty Beauty'nin bu rumyanasıdır. Deyəcəksiniz ki, Arzu, bu təzə bir məhsul sayılmır. Əslində təzə bir məhsuldur, köhnələrdən deyil. Yeni versiyasını deyək. Yəni bu şəkildə bir gördüyünüz kimi görürsüz. Bir qablaşdırması var, çox sadə, çox klas. Bilirsiniz ki, sadə məhsullar və sadə qablaşdırmalar mənim üçün hər zaman ən klas, ən sevdiyim məhsullardır. Ruby Riches rəngidir, gördüyünüz kimi. Açırıq. Yəni bu Rumyana highlighter qarışığı bir şeydir. NYX'in məndə bir dənəsi var. Bronzer highlighter qarışığı, bildiyiniz zərli. Bu da eyni onun kimidir. Yəni əvvəl əlimizin üzərində yoxlayaq ki, bugün bunu da makiyajımızda yoxlayacağıq bu arada. Əlimin burasında yoxlayacağım, baxın. Baxın, super bir pigmenti var. Üzümüzdə necə qalacaq bilmirəm və neçə saat üzümüzdə qalacaq bilmirəm. Hətta barmağımda da qaldı. Yüksək ehtimalla sabitlənən məhsuldur. Bəli, sabitlənir. Amma dağılımı da rahatdır, yəni. Görəcəyik indi üzümüzdə necə qalacaq. Çox maraqlıdır mənə də. Qiymətlərini də istəsəniz kommentlərdə yazarsınız. Hansı maraqlıdır, mən sizə qeyd eləyərəm. Mən düz oktyabr ayından bu yana bir dənə tonalini var, onu axtarıram. Deyəcəksiniz ki, necə axtarırsan? Türkiyədə Sephora'dan alış-veriş eləyəndə, yadınızda videosunu paylaşmışdım. Buralarda bir yerdə olacaq. Sephora'dan alış-veriş eləyəndə mənə bir tester vermişdilər, tonalini testeri. Adətən mən testerləri çox sevirəm, çünki həqiqətən çox şey yarayır. Və içərisində hər rəng tonundan, tonalinin hər rəng tonundan orada var idi tonal kremi. Mən də oradan özümə bir rəng tapdım və üzümlə birəbir eyni rəng idi və o qədər gözəl bir, nəmli bitişli bir, amma üzdə heç bir belə nöqtəni belə bəlli eləməyən bir tonalin idi ki. Demək tonalinin adı Best Skin Ever Sephora'nın tonalisi idi. Mən bunun 10F idi yoxsa 9N idi səhvləmirəmsə nömrəsini tam özümə birəbir uyğunlaşdırdım. Hansı ölkəyə gedirəm, hara gedirəm, Amerikada, orada, burada hər yerdə axtardım, amma qəti sürətlə mən o rəngi tapa bilmədim. O rəngi tapa bilmədiyim üçün artıq əlimi üzmüşdüm və həqiqətən çox peşman olmuşdum ki, bu cür gözəl tonalini və Sephora'nın tonalləri bilirsiniz ki, doğrudan da Sephora'nın bəzi məhsulları superdir, yəni super. Tapa bilmədim, üzülmüşdüm, qəmlənmişdim ta ki Sephora Amerikada yenilənən məhsulları görənə qədər, bəli, hal-hazırda əlimdə və 1 aydan çoxdur gözlədiyim, səbirsizliklə yoxlamaq istədiyim o tonalini hal-hazırda əlimdədir. Böyük boydur bu arada. Bu gördüyünüz kimi. Qab olaraq balaca qabdadır, amma boy olaraq böyük boy sayılır bu. Yəni bundan böyükü yoxdur. Bunu da yoxlayacağıq birlikdə. Daha sonra Sephora'dan bir dənə də belə bir glaze balm almışam.
Yəni bildiyiniz kimi alış-veriş eləyəndə orada 7-8 dollarlıq nəsə görəndə adam 50 dollar nəyəsə verəndən sonra 7 dollarlıq nəsə görəndə adam alıb atmaq istəyir səbətə. Ona görə bu onlardan biridir. O talihli məhsullardan biridir. 7 dollara almışam bunu, yoxsa 8 dollara belə bir şeydir. Bu balmı da bu gün yoxlayacağıq birlikdə. Ona görə rəngini sizə göstərmirəm, amma rəng olaraq deyə bilərəm ki, Glaze Balm Chocolate Shake. Və sonda bir dənə də məhsulumuz var. Rare Beauty-nin belə bir balmını almışam. Butter gedir, yəni yağ formasında bir balmı gedir. Bu şəkildə belə açılır. Bildiyiniz yağdır. Bunu sizdən videodan 5 dəqiqə qabaq yoxladım qolumda. Bildiyiniz yağdır və hədsiz çox qəşəng iyi var. Dadına bir yerdə baxacağıq. Baxın. Məhsuldur. Nömrəsi də Loved gedir. Bunu da birlikdə yoxlayacağıq bugünkü makiyajımızda. 2 dənə də özümə tester seçmişdim. Biri Jo Malone Londondan belə bir parfüm testeri almaq istəyirdim neçə vaxtdır. Dedim ki, tester gəlsin, yoxlayım. Əgər qəşəng olsa alaram. Mən çox bəyəndim. Almaq istəsəz screenshot eləyə bilərsiniz. İyi, çox gözəldir. Həqiqətən çox gözəldir. Odunsu, qadınsı, belə necə deyim sizə, 5 dəqiqədən sonra bütün ətrafınızdakı insanların nə vurmusan, niyə bu qədər gözəl iyi verirsən dediklərini eşitmək istəyirsinizsə, bu parfümü yoxlaya bilərsiniz. Daha sonra bir dənə də bu pamadanı da almaq istəyirdim. Yves Saint Laurent'ın pamadasını. Mat pamadadır bu, səhv eləmirəmsə. İçərisində belə bir tester var. Bunu da sizə göstərim. Baxın, belə bir testerını almışam ki, əgər xoşuma gəlsə bu pamadanı da sifariş edəcəm. Burada da baxın 3 rəng var və içində belə kisti var. Bunu təbii ki, indi istifadə eləməyəcəm. Amma başqa videolarda birlikdə istifadə edərik. Çünki mənim hədsiz dərəcədə çox məhsullardan və sairə gələn testerlarım var. Çox, yəni ağlınıza gələ bilməyəcək qədər çox. Ona görə istəyirəm bir dənə də tester videosu çəkək. Məhsulların testerlarını yoxlayaq. Hansı məhsullar yaxşıdırsa birlikdə qərar verək. Onu da istəyirəm belə bir video olsun. Sifarişim bu qədər idi. İndi isə mən istəyirəm ki, bu məhsullarla birlikdə makiyaj edək. Öncə mən sizə digər məhsulları göstərim, hansı ki mənim ən sevdiyim məhsullardır. Birinci növbədə Clinique-in bu nəmləndirici kremini göstərmək istəyirəm. Bu məndə balaca boyudur, səyahət boyudur. Adətən səyahət boyları alıb istifadə edirəm ki, böyük boylarından daha ucuz başa gəlir. Yəni çox ucuz olur. Böyük boyları bunun çox da böyüyü deyil. Harca bu boydadır, amma 2 qat daha bahasıdır. Səyahət boylarını həm də ona görə istifadə edirəm ki, rahat sumkana atdın, çantaya qoydun, çıxdın, getdin ya da xaricə getdin, rahat çıxartdın. Ona görə Clinique-in bu nəmləndiricisindən başlayacağıq. Öncə bunun içinə baxın, yəni demək olar ki, yeyib bitirmişəm. Görürsüz? Dibi görünür də, yəni yeyib bitirmişəm. Onsuz da içində az olur. Üçüncü qablaşdırmasıdır, mən alıram. Oldu məncə. Makiyaja hazırıq. Üçüncü qablaşdırmasıdır, mən alıram bunu. Çox sevirəm. Həqiqətən üzünüz mənim kimi dəriniz qurudsa, 100% sevəcəksiniz də. Yəni demək olar ki, dərdindən öləcəksiniz. Yəni o dərəcə. Bir də Kiehl's-ın nəmləndiricisi var. O məndə yoxdur, amma hər dəfə mən görürəm, mənim qarşıma çıxır. Səbətimə əlavə eləmişəm Trendyoldan. Çünki Trendyolda daha yaxşı kampaniyalar var. Kiehl's Türkiyənin orijinal səhifəsindən də. Oradan sifariş eləyəcəm. Ümid edirəm ki, yaxşı çıxar. Biraz da onu istifadə eləyərik. Çünki qiymət olaraq Clinique-in böyük boyundan daha ucuz başa gəlir Kiehl's. Kiehl's çox qəşəng bir derma markadır. Çox bəyənirəm o markanı. Və onu da deyim ki, sizə Trendyol sifarişləri haqqında hər dəfə danışanda sizə onu demək istəyirəm və yadımdan çıxır. Əgər siz Trendyolda nəsə sifariş edəcəksinizsə, çalışın Trendyol'dakı rəsmi səhifədən sifariş edin. Yəni 100% o səhifənin bu məhsulları satdığına və o markanın öz səhifəsi olduğunu əmin olun. Ya da ki, əgər tapa bilmirsinizsə, bəzi səhifələr də var ki, %100 yetkili satıcı olaraq gedir. Mavi qalıçkası var və yaxşı kommentləri və yüksək dərəcədə like'ları var. Oradan sifariş edin. Yoxsa Trendyolda bilirsiniz ki, orijinal olmayan çox məhsullar satılır. Pulunuzu boş yerə xərcləmiş olmayın. Yəni pul tələsinə keçməyin. İkinci növbədə ən sevdiyim məhsullardan biri olan, bundan öncəki videolarda da gördüyünüz Kiko'nun bu Hydroşut gözaltı nəmləndiricisindən davam eləyəcəyik. Gözümüzün altını 100% nəmləndiririk. Çünki dərimiz qurudur və gözümüzün altı rəng tonu çox tündür. Ona görə bunu qapatmalıyıq. Gözümüzün altını yaxşı-yaxşı nəmləndirdik. Gözümüzün üstündə gəlin nəmləndirək azca və burnumuzu. Nə olsun, bayaq nəmləndirici çəkmişdim. Mənim burnum 5 dəqiqədən sonra yenə quruyacaq onsuz da. Bunu da qəşəng nəmləndiririk. Bir dənə də barmağımızla pıtı eləyirik. Asta-asta göz altımıza zərər yetirmədən burnumuza da eyni o şəkildə davam eləyirik. İndi sizə göstərəcəyim digər məhsul Fenty Beauty-nin bu bazasıdır. Gördüyünüz kimi bitib. Üçüncü dəfədir bitir. Ya bitib. Bunu belə qoymuşam ki, bura dibinə yığılsın. Bugün sizə video çəkəcəm deyə. Hal-hazırda yoxdur heç yerdə. Bakıdan maraqlanmamışam. Bakıda varsa, 100% orijinaldırsa, mənə yerini desəniz çox sevinərəm. Amma mən indiyənə qədər həmişə xaricdən almışam və bundan sonra mən bu məhsuldan tapa bilmədim Sephora-larda. Bununla üzümüzü baza eləyəcəyik. Ən sevdiyim bazalardan biridir. Yəni super bir şeydə iyi olsun, qalıcılığı, keyfiyyəti, üzdə buraxdığı o fərahlıq, sürüşkənlik məni valeh eləyir. Ona görə A few moments later.
Gəlsə inşallah. Gəlmir. İçində yoxdur demək ki. Amma var axı mən görürəm burdan. Necə yoxdur? 2 hours later. İçində var, amma gəlmir. Gördüyünüz kimi uzun əziyyətlərdən sonra içindən bir dənə bir şey çıxarta bildim. Yəni bu qədər bir şey çıxarta bildim. Bundan üzümüzə istifadə edəcəyik çünki bugünkü mövzumuzdan kənara çıxmaq istəmirəm. Nə qədər olacaqsa o qədər. Bilsəydim elə üzümə eləyərdim. Qoluma çəkməzdim, nəysə eyb yox. Konseptdən kənara çıxmamaq üçün başqa baza gətirmirəm. Hal-hazırda ancaq Fenty, həqiqətən. Bir şeyi də çox sevdimsə, axıra qədər ondan gedirəm. Belə bir xasiyyətim var. Daha sonra üzümüzə də güya baza çəkib bitirdiyimizə görə gəlin tonal çəkək, sonra qaşlarımızı sabitləyək. Okay. Tonal dediyim kimi bu yeni aldığım tonalı yoxlayacağıq birlikdə. Öncə sponcumuzu, Esclam'dan aldığım bu sponge dünyanın ən gözəl sponcudur. Gördüyünüz kimi bu ikincisi deyə, yəni istifadə eləməmişəm, tərtəmizdir. Birincisini sizlə bir yerdə almışdıq, bu ikincisidir. Yanımdakı suya saldım ki, biraz daha nəmli olsun. İndi bunu yoxlayacağıq. Amma aparatın üstündə yoxlamaq istəyirəm. Birdən-birə üzümə vurmaq istəmirəm. Gəlin görək necə bir tonaldır. Həqiqətən də testerdə gördüyümüz qədər yaxşıdırmı, yoxsa tester bizi aldatmaq üçünmü istifadə olunub? 3 dəfə istifadə elədim. İndi görək üzümüzdə necə oturacaq. Amma güzgümüz yoxdur hər zamanki kimi. Ona görə də biz nə edəcəyik? Buradan güzgü açacağıq. Görək necə bir tonaldır. Yarısına istifadə eləyəcəm, aradakı fərqi görək deyə. Bitirdim. İndi baxın. Bu mənim özlərim. Bu mənim tonaldan sonraki dərim. Yəni pis deyil. Qapadıcılığı pis deyil. Onsuz da testerdə də belə görünmüşdü. Qapadıcılığı pis deyil, amma altını yaxşı nəmləndirməsəz və düzgün baza istifadə eləməsəz, bütün hər şeyinizi göstərir. Ona görə də yaxşı bir baza istifadə eləməlisiniz altından məcbur. Amma mən bəyəndim. Yəni mənim üzüm üçün mən ümumiyyətlə light tonalları daha çox bəyənirəm. Ona görə adətən BB krem istifadə edirəm üzümə. Tonal çox istifadə eləmirəm. Amma bu da elə BB krem kimidir, amma daha biraz qapadıcıdır. Yəni mən bəyəndim. Rəng tonu da mənə uyğundur. Çəhrayı alt tonlu sifariş eləmişəm mən. Roz və alt tonlusuz yoxsa sarı alt tonlusuz. Mən çəhrayı alt tonlu olduğuma görə dərim. Ona görə çəhrayı alt tonlu sifariş eləmişəm deyə sarılığı da yoxdur gördüyünüz kimi. Digər tərəfə də çəkib gəlirəm. Bu arada sizə onu da deyim ki, niyə mən tonal fırçasından deyil, sponjdan hal-hazırda tonalı otuzdururam üzümə. Çünki Təzə tonallar adətən üzünüzə tam yaxşı qalıcılığı olsun deyə, otursun deyə sponjla oturtmağınız məsləhətlidir. Yəni necə? Siz bunu fırça ilə eləsəz üzünüzə, sizin üzünüzə tam oturmayacaq. Məcbur üzərindən sponjla keçməli olacaqsınız. Ondan sonra sponjla birinci növbədə keçin. Həm qalıcılığına baxın ki, sponjun üzərində nə qədər tonalınız qaldı. Bu tonal sizin üzünüzə oturur-oturmur. Həm bunu test eləmək üçün, həm də ki, birinci növbədə sponjla eləyəndə daha yaxşı oturur tonal üzə və daha yaxşı hiss edirsiniz tonalın keyfiyyətini. Ona görə də mən bu şəkildə eləyirəm. Azca boynuma da keçirəm. Mən boynumla görürsüz çox da fərqi yoxdur yəni. Ona görə mən bəyəndim. Məncə qəşəngdir. Siz nə düşünürsüz? Axırda işığın yanında da göstərəcəm. İşığın yanına gedəcəm. Yəni baxın burnumda qara nöqtələrə mənə gəlib. Neçə vaxtdır üzümü dərin təmizlik eləyə bilmirəm. Onları bağladı, gördünüz? Mən bəyəndim. Yəni verdiyim pula dəyər. İndi sırada var concealer. Təbii ki, mənim ən sevdiyim concealer siz bilirsiniz Kiko videosundan. Kiko'nun bu concealerıdır, balaca boy olanı. Böyük boyunu o qədər də çox bəyənmirəm. Concealerımızda istifadə eləyək gözümüzün altına. Mən bu şəkildə çəkirəm. Hərə bir cürə çəkir concealerı. Mənə bu şəkildə daha rahatdır. Çünki qara hissələrim adətən buralardır və mənə belə çəkmək daha xoşdur. Bu arada deyəcəksiniz ki, çənəvə niyə çəkirsən concealerı? Çünki mənim çənəmdə gördüyünüz kimi belə bir yarğı var. O yarğı qapatmaq üçün concealerdan istifadə edirəm. Necə fikirdir? Texnologiya. Sadəcə concealer və tonal. Mən bu arada tonalı həqiqətən çox bəyəndim. Belə çox az parlaqlığı var, görə bilirsiniz. Mən görürəm burdan çünki kameradan bilməm necə görünür, amma güzgüdə belə çox az belə bir parlaqlığı var və rəngi çox oturdu, tam oturdu yəni. Qəti sürətdə belə pul-pul görünmür. Sırada qaşlarımızı sabitləyirik. Benefit'in bu qaş sabitləyicisi. Bundan istifadə edəcəm indi. Ən sevdiyim qaş sabitləyicisi deyil. Bilirsiniz ki, ən sevdiyim Maybelline New York'dur. Amma ortadan biraz yüksək qiymətlər olan kosmetik vasitələr olduğuna görə Benefit'i gətirdim. Bunu istifadə edəcəm. Bu belə açıq korичневый rəng bir qaş sabitləyicidir. Bunu da təbii ki güzgü ilə və bunun içində demək olar ki bitib ya yeyib bitirmişəm. İçində nə varsa onunla eləyəcəyəm. Bu arada bu çox da qəşəng sabitlənmir. Mən çox bəyənmirəm. Qəşəng görünür qaşlarınız. Sanki belə əlinizlə ya da hansısa bir boş fırça daraqla daramısınız və biraz daha gördüyünüz kimi qaşımı azca tünd qəhvəyi rəng eləyir də belə deyək. Sulu görünüş sevmirsinizsə qaşlarınızı sabitləyəndə, istəyirsinizsə belə sanki təbii bir görünüş almaq istəyirsinizsə, bu çox qəşəng bir sabitləyicidir. Sadəcə mən xoşlayıram belə qaşlarım elə bir ki, qonşu Ramazan dayının inəkləri yalamış kimi görünsün. Ona görə elə bir sevginiz varsa bunu bəyənməyəcəksiniz.
Bu şəkildə bir qaş sabitləyicisidir. Pis deyil. Mən vaxtikən çox bundan istifadə eləmişəm. İndi hal-hazırda bəyənmirəm çünki qudurmuşam. Çünki qudurmuşam ona görə bu şəkildə görünür. Sırada çox sevdiyim və bir müddət dayanmadan istifadə elədiyim Lancome'un Tempoletini göstərmək istəyirəm. Bəli, mən bunu nə qədər silsəm də, həmişə sizə demişəm ki, təmiz kosmetika istifadə edənlərdənəm. Mən bunu nə qədər silsəm də, bu belə ətrafına gördüyünüz kimi yayılır və çox iyrənc bir görüntüsü var. Amma mən bundan çox istifadə eləmişəm. Hətta bunu təzə almamışam deyə bir xeyli vaxt keçib üstündən. Bu ağ rəngi artıq daşlaşmağa başlayıb. Ona görə də bu gün bunu yoxlayacağıq, amma çox az istifadə edəcəyik. Səbəbi də odur ki, bu gün gözümüzə çox ten çəkmək əvəzinə başqa bir şey eləmək istəyirəm. Oturtma fırçası götürəcəm çünki bu ağ rəngi gözümün bu iç hissələrini oturtmaq istəyirəm. Başqa heç bir ten çəkmək istəmirəm gözümə. Yəni MAC-ın belə oturtma fırçasını götürdük. Gəldik, ağ rəngimizi götürdük. Gözümüzə istifadə eləyirik. Tam olaraq iç hissədən istifadə eləyirik. Bunu vaxtikən çox sevirdim, amma indi sevmirəm. Birincisi, əlimdə çox alternativ var deyə sevmirəm. İkincisi də, nə yalan deyim, yəni pigmenti və qalıcılığı heç qəşəng deyil. Çünki mən birinci başlayanda dedim ki, ən sevdiyim məhsullar. Vaxtikən çox sevmişəm. Doğrudan da. Yəni bunu çox istifadə edirdim. Da mən bir ara belə fərqli makiyajlar edirdim, onda da yəni bundan istifadə eləmişəm. Elə də olsa da olar, olmasa da olar bir trendə. Hətta mən bunu istirdim ki, yaxın podruqalarımdan birinə hədiyyə eləyim. Bəyənənlər var idi içlərində. Sonra dedim ki, istifadə olunmuş məhsulu verməz də nə olsun ki, fırçadan istifadə eləmsən, yəni gigiyenik cəhətdən heç bir problem yoxdur. Amma yenə də düşündüm ki, təzə məhsul verir, fayda olmuş məhsul yox. Biraz buralara da keçəcəm. Fırçamda qalanı belə bir şey. Gözümə heç gördüyünüz ten çəkmədim, ancaq tonal çəkmişəm. Bu da bu şəkildə. Bu da yəni dediyim kimi artıq 5 ay ömrü qalıb-qalmayıb da bu, yəni tullanılacaq yaşa gəlib çatıb bu şey. Ona görə göstərmək istədim. Daha sonra göz qələmi olaraq ən sevdiyim göz qələmi Notun bu 06 nömrəsi. Yəni bu yüksək qiymətli sayılmır əslində. Golden Rose'dan almışdım səhv eləmirəmsə. Gözümün içinə çəkəcəm. Gözümü çıxartdım. Bunu da düzəltdim. Bu hissədən az çəkmişəm çünki. Tamam, hazırdır. Yanaqlar təbii ki, yeni aldığımız və bayaqdan güzgüsündən istifadə elədiyim Fenty'nin bu rumyanasını yoxlayacağam. Əvvəl sizə bir dənə trik öyrədəcəm. Gəlin birinci onu eləyək. Pudranı götürürsünüz. Yeni pudramızı yoxlayırıq həm də eyni anda. Əgər istəyirsinizsə rumyana üzünüzdə belə çox qəşəng, tərtəmiz görünsün, filtrli kimi görünsün. Onda nə edirsiniz? Əvvəlcə götürürsüz pudranızı. Pudranızı götürdünüz. Yeni pudramızı da beləliklə yoxlamış olaq. Əvvəlcə yanağınıza istifadə edirsiniz rumyananı vuracağınız yerlərə. Məsəl üçün bura vurmayacağıq rumyana. Buranı pudralayaq. Buranı pudraladıq. İndi bura çəkdiyim rumyana ilə bura çəkdiyim rumyana arasındakı fərqə baxar. Yəni ilk baxışdan pis bir pudra deyil əslində. Yəni mən bəyəndim, nə yalan deyim. Yəni ilk baxışdan pis bir pudra deyil. Mən biraz quru dəriliyəm deyə məsəl üçün çox da istifadə eləmərəm. Çünki çox belə bulurluyur da, hədsiz dərəcədə qurudur. Amma pis pudra deyil axı bu. Bunu niyə yazığı ağızlarına gələn deyiblər? Ay nə bilim bu nədir? Əvvəlki daha yaxşı idi. Məncə qəşəng pudradır. Göz altlarına da işıqlıq verir ya. Mən bəyəndim. Gözümün altındakı bu şişkinliyə görə üzürlü sayına neçə vaxtdır yorğunçuluqdur məndə, yuxu rejimi və s. Göz altlarım dəhşət şişib mənim. Nəysə belə görünür. Mən bəyəndim. Bu tərəfə çəkmirəm çünki aradakı fərqi göstərmək istəyirəm ki, yanağınızı pudralayanda və pudralamayanda rumyana necə görünür. Əvvəlcə pudralanmış yanağımıza gəlin yoxlayaq. Bunun tərkibində highlighter var deyə mən özümlə əlavə olaraq highlighter gətirməmişəm. Gəlin yoxlayaq. O çox pigmentliymiş. Çox pigmentlidir bu. Eybi yox, uçar. Nə makiyajı həyatım? Özümün təbii üzümdür. Dediyinizi eşidirəm ha. Eləməyin belə şeylər. Yox artıq. Biraz çox oldu. Yəni gördüyünüz kimi 2 dəfə toxundurdum sadəcə. Niyə bu qədər çox pigmentliymiş bu? Wow. Vay biabr olduq. Vay. Çox pigmentli. Çox. Nəysə. Bu tərəf pudralı yanağımızdır. İndi pudrasız yanağımızı yoxlayacağıq. Ayda yenə çox. Yaş bir dəfə götürdüm bu dəfə. Nəysə. Çox qırmızı oldu. Videoda elə çox qırmızı görünmür. Həyatda bizə necə görünür? Həyatda çox pis görünür. Wow. Verdiyimiz pulu haqq edir də, yəni. Bu qədər pigment gözləmirdim. Həqiqətən bu qədər pigment gözləmirdim. Gəlin bunu da biraz azaldaq. Bu eşək palçığa deyirlər bir dəfə batar. Mən 100 dəfə batıram yenə eyni şeylə. Bu yanağa elədin onu. Gördün ki, çoxdur da. Niyə ikinci yanağa da eyni qədər götürürsən? Ay Arzu, nə məcburdur? Baxın, bu tərəf pudralanmış. Bu tərəf pudralanmamış. Bu
tərəf görsüncə gözəl görünür bu tərəfdən. Bu arada bunun üçün ürəyim getdi. Çox pigmentlidir, bitirə bilməyəcəyiniz qədərdir. Yəni 7.5 qramdır. Bitirə bilməyəcəyiniz qədər çox pigmentlidir. İstifadə edəndə çalışın az istifadə edin. Gördüyünüz kimi mən vəziyyətimə qalmayın. İkincisi içində parlaqlıq, yəni zərlər var və onlar belə gözlə görüləcək bir zər deyil. Daha çox parlaqlıq kimi görünən bir zər olduğuna görə yanaqlarınız çox gözəl görünür. Altını da pudraladıq. Pudranı da çox bəyəndim. Parlaqlıq, yəni əməlli başlı sanki highlighterla qarışdırmış kimi görünür. Adətən bilirsiniz ki, mən rumyananı çəkməmişdən qabaq highlighterla qarışdırıb istifadə edirdim ki, yanaqlarım parlaq görünsün. Ya buna ehtiyac yox imiş. Siz nə düşünürsüz bu məhsul haqqında? Sırada var təbii ki, ən sevdiyim məhsullardan biri olan Jisoo'nun bu dodaq yağı, yəni dodaq balı belə deyək. Mən necə istifadə edirəm? Əvvəlcə bunu çəkirəm dodağıma. Yəni çox gözəldir bu. Bu çox gözəl deyil. Məncə çox gözəldir. Bu arada güzgüdə indi işığın altına baxdım ki, bığlarım çıxıb, üzürlü sayına gəl görünürlərsə. Burada sizə salam deyir. Burada 2 dənə bığ var, sizə salam deyir. Bığlarım çıxıb, yəni fikir verməyin, sanki bığlarım yoxmuşcasına davranın. Onu da tez bir zamanda həll eləyəcəm. Baxın, çox qəşəng deyil. Yumuşaq. Gözəl qoxulu, canım mənim, ən sevdiyim, baha da düzdür, amma dəyər. Bu mənim aşiq olduğum bir məhsuldur. Dodağımız da bu qalır. Bir müddətdən sonra mən bunu siləcəm. Dodağım çünki qabıq qoyub, o qabıqları aparacaq. İndi isə sırada var tujumuz. Təbii ki, tuj olaraq da ən sevdiyim və bitirməyə az qalan bu Lancome'un hipnoz dramasıdır. Bunu da çox sevirəm. Çox qəşəng tujdur. Baxın. Göstərim sizə. Əvvəlcə bir qat çəkib göstərəcəm, daha sonra isə 2 qat istifadə edəcəm. Çünki gözümün altına qəhvəyi rəngdə karandaş çəkdiyim üçün kipriklərim çox aydın və qəşəng görünməlidir ki, göz altım dolu, göz üstüm boş olmasın. Ona görə əvvəlcə kipriklərimizi yaxşı bir şəkildə qatlayırıq. Bunun fırçasını çox bəyənirəm, çünki qıl fırçadır, amma plastik fırça kimi daha belə nazik fırçadır deyə. Yəni çox qəşəng kiprikləri ayırır, həcm verir, hündürləşdirir, yuxarı qaldır, yəni uzadır. Mən ölürəm də bundan ötürü. İndi göstərim sizə birinci qat olaraq. Gördünüz? Bu birinci qatımızdır. İndi ikinci qata keçəcəyik. Sonra kişilər deyir ki, niyə makyaja, kosmetikaya bu qədər pul verirsiniz? Ay necə verməyək? Dəqiqə bunu düzəldim. Necə verməyək? Buna pul verməyə dəyməzmi? Buna pul verməyə dəyər. Bu görün necə gözəl bir turdur. Ya buna da verməyəcəyik, nəyə pul verəcəyik bəs? Nəyə pul xərcləyəcəyik? Xahiş edirəm, bir nəfər mənə desin də. İkinci qatı çox keçməyəcəm, çünki kipriklərim yapışar bir-birinə deyə qorxuram. Zəhləm gedir kipriklərim bir-birinə yapışanda. Yüngül keçdim üzərindən. İndi ikincində bunu içinə salmadan bu gözümə istifadə edəcəm. Daha sonra içinə salıb üstündən keçəcəm. Görürsüz, ümid edirəm. Deyəsən bir dənə mənəm tuş çəkəndə ağzını açmayan. Yəni kimə baxıram tuşu çəkəndə belə çəkirlər belə. Belə çəkirlər. Elə tuş çəkirlər. Ya mən tuş çəkəndə ağzımı açmıram qəti surətdə. Gözümü açıram daha çox, belə eləyirəm. Ölürəm də bu tuş üçün. İndi ikinci qatımızda keçək yüngül bir şəkildə üzərinə. Dən. Bir dənə kipriyim yapışmır bir-birinə. Bu necə bir möcüzədir. Bu necə gözəl bir fırçadır. Belə. Və gəldik dodağımıza. Ən sevdiyim karandaşlardan biri Lip Cheat rəngidir, Pillow Talk'un, Charlotte'ın. Bununla dodağımızı çərçivələyəcəyik, amma öncə Jisoo'nu dodağımızdan artıq silə bilərik deyə düşünürəm. Gəlin Jisoo'nu silək. Təzə aldıqlarımızı yoxlamalıyıq. Trendyol mənə çağırır. Bir harda qaldın? Ay Arzu, gəl sifariş ver. Bu arada siləndə də dodaqdan baxın belə sarı rəng olur. Siləndən sonra dodaqlarımız daha bir canlı görünmədi. Əvvəlcə dodaqlarımızı konturluyuruq, amma keçən səfərki videodakı kimi konturlanmırıq. Səliqəli konturluyuruq. Konturladıq. Təbii ki, bundan içini yüngül doldura bilərdim, amma eləməyəcəm. Çünki 2 dənə məhsulumuz var əlimizdə. Biri Rare Beauty-nin bu... İşığım söndü. Hər zamanki kimi video çəkəndə heç nəyə diqqət etmədiyim üçün buna diqqət eləməmişəm ki, zaryadkası yox imiş, nəysə. Bu işığım tokla işləyir, o işığım zaryadka ilə işləyir. Ona görə o söndü. Taxdım 100% idi, indi 80% ilə. Ümid edirəm ki, qəşəng görə bilirsiniz. Nəysə, davam eləyək. Dodağımızı konturladığımıza görə əlimizdə 2 dənə Sephora'nın Glaze balmı, bir də Rare Beauty-nin bu Butter bal var. Birinci bunu yoxlamaq istəyirəm sizə göstərmək üçün. Ona görə də özümdən pomada gətirməmişəm ki, birinci bunu yoxlayaq. Bu belə qəribə bir formada pomada olduğuna görə bu qəti yanaqlar üçün deyil bu arada. Çünki bu yağ kimi bir şey. Ona görə bunu dodağa istifadə edəndəki rahatlığı deyəcəm sizə. Bir dəfə istifadə edən kimi bax görə bilirsiniz. Görün nə iyrənc bir hala qaldı. Yaxşı ki içinə girir. Yoxsa iyrənclik formasına görə bunu məhkəməyə zada verərdim də, yəni o dərəcə. Dodaqda görüntüsü.
Bu şəkildə görünür. Pis deyil. Amma dodağımda nə qədər qabıq var, hamısını göstərir. Rəngi də qəşəngdir, bəyəndim, amma çəkilişi çox çətindir. Həqiqətən, yəni zülm çəkdim bunu istifadə edəndə. Bu arada bunu artıq çıxartmağım Bunu artıq çıxartmağım vaxtı gəlib çatıb keçib. Yəni ki, zülm çəkdim bunu çəkənə qədər. Əziyyət çəkdim də, yanlara girmir, rahat sürülmür. Amma rəng olaraq və saçımızı yoxlayaq. Tam da yapışır, əlbəttə ki, yapışır, amma tam yapışmır. İndi bunu yoxlayırıq. Ona görə bunu silirik dodağımızdan. Elə silək ki, karandaşımız görməsin. Bizdən karandaş çəkmək istəmirəm çünki. Belə silirik. Gördüyünüz kimi texnologiya.com arzu. Sildik. Yenilədik. Glaze balmı istifadə edəcəyik. Görək bu necə bir balmdır. Bunu sökməmişəm heç. Bunu da sökək. Bu nə adətdir bunlarda, bu skoçu vururlar. Skoç deyil əslində, öz ambalajlarıdır, amma yenə də vururlar skoç kimi şey üstünə, sonra qopardana iyrənc olur. İndi bunu yoxlayırıq. Bu şəkildədir. Kreminin pomadalar kimidir. Ən çox da ona görə yoxlamaq istədim ki, görün mənim seçdiyim, istifadə etdiyim o uyğun qiymətli kremi, Krimko kimi məhsullar daha yaxşıdır, yoxsa bu daha yaxşıdır Sephora'nınki. Məncə rəngi çox qəşəngdir, çox bəyəndim, nə yalan deyim, rəngini. Biraz çox sıxdım deyə, biraz çox istifadə eləməyə məcbur oldum. Ona görə ona biraz diqqət eləyərsiniz sıxanda ağız hissəsini. Bu şəkildə, məncə pis deyil. Rəngi də qəşəngdir, parlaqlığı çox qəşəngdir, parlaqlığı çox mükəmməldir. Ya bu qədər parlaq mən nə qədər gloss görmüşəm, bu qədər parlağını ilk dəfədir görürəm. Belə şüşə kimi görünür, baxın. Görürsünüz? Həyatda çox gözəl görünür. Bilməm indi orada necə görünür. Əvvəlcə göstərim. Hansını istifadə eləmisiniz, hansını istifadə eləməmisiniz, kommentlərə yazarsınız və sonda bir bonus olaraq sizə belə bir şey göstərmək istəyirəm. Əvvəlcə bir də eynəyimi taxım, makyajımı da gördüyünüzə görə. Sonda bir bonus olaraq sizə bir parfüm göstərmək istəyirəm. Ən sevdiyim və qab-qab aldığım Yves Saint Laurent Libre Intense. Bu parfümü çox bəyənirəm. İnanın ki, həmişə 50 mg almışam, baha olduğuna görə qiyməti Ador'dan alıram. Bəlkə 6 dəfə 50 mg istifadə eləmişəm. Nə qədər parfümüm olmağına baxmayaraq, belə yaxşı yerlərə gedəndə əlim həmişə buna gedir. Ona görə getdim bir dənə də 100 millisini aldım. Bu uca bitir, dibindədir görürsüz. Getdim bunu aldım. Bu daha uzun gedər deyə düşünürəm. Bu parfümə mənim ürəyim gedir. Kim nə deyir desin, ay hamı vurur, ay moddan düşüb, ay nəmlə. Mən bu parfüm üçün ürəyim gedir. Bu parfümdən kim istifadə edibsə, kimin xoşuna gəlibsə, şərhlərdə yazarsınız. Makyajım bu şəkildə idi, alış-verişim bu şəkildə idi. Ən sevdiyim məhsullar da belə idi. Ümid edirəm ki, videomu bəyəndiniz. Sizi sevirəm, bağrıma basıram, öpürəm, qucaqlayıram. Gələn videoda görüşmək üzrə. Nə sualınız varsa kommentlərə mütləq yazmağı unutmayın. Şeyinlə bağlı, Şiqlamla bağlı bütün suallarınıza Şiqlam videomda cavablandıracağam. Öpürəm, bağrıma basıram. Əgər Arzu Finni sevirsinizsə, buradan, hardansa buradan like'lamağı, abunə olmağı və komment yazmağı unutmayın. Gələn videoda görüşmək üzrə. Bye.